Bu, həyatınızdakı ən gerçək andır. Hazırki zaman sizi saniyə və saniyə irəli aparır. Bir çay. Xatırladığınız bir keçmişdən ancaq təsəvvür edə biləcəyiniz bir gələcəyə axır. Bu çay zaman adlanır. Heç vaxt dayanmır, heç vaxt geri axmır. O sabitdir, gerçəkdir, realdır. O olmuş olanı olandan və olanı da olacaqdan ayırır. Biz həyatımızı bu axışda yaşayırıq. Kosmosda bir çox ağlasılmaz həqiqətlər, illüziyalar var və onların ən böyüyü bu axan çaydır. İllüziyanı anlamaq üçün ilk olaraq özümüzə bəsit bir sual verməliyik. Saat neçədir? İndi? Hal-hazırda Marsdakı Perseverance adlı roveri görürsünüz. Amma onu hal-hazırda görmürsünüz. Marsdan çıxan işıq Dünyaya 12 dəqiqəyə çatır. Yəni Marsa baxdığınızda keçmişdən 12 dəqiqə əvvəldən qalmış bir xatirəni görürük. Bizə ən yaxın ulduz Proxima Centauri. Gecə vaxtı ona baxdığımızda onun 4 il əvvəlki vəziyyətini görürsünüz. Əgər onun orbitində fırlanan bir planetdə bir hadisə baş versə, həmin işığın teleskoplarımızda saçması 4 il çəkəcək. Onun indiki anlayışı ilə sizinki tamamilə fərqlidir. Biraz da uzaqlaşaq. Andromeda qalaktikasına edək. Gördüyünüz işıq səyahətinə 2,5 milyon il əvvəl başlayıb. O dövrdə yer üzündə insanlar yox idi. Atalarımız təkəmmüllərinin başlarında idilər. Buz dövrünə görə dünya buzlaqlarla örtülmüşdü. Özünüzə bu sualı bir də verin. İndi nədir? Əgər kosmosdakı hər şeyin öz indisi varsa, hansı gerçəkdir? Bu sualı Albert Einstein də özünə vermişdi. O, insanlığın gördüyü ən böyük fiziklərdən biri oldu. Riyaziyyatın saf dili vasitəsilə bizə cavabı verdi. İndinin nə olduğunu tapa bilməməmizin səbəbi indinin olmaması idi. İndi cisimdən cisimə dəyişən, sabit olmayan bir anlayışdır. Newtondan fərqli olaraq Einstein zamanın və fəzanın ayrı olmadığını kəşf etdi. Onlar bir-birinə bağlıdır və birlikdə 4 ölçülü bir kosmos yaradırlar. Kosmik fəza və kosmik fəza bükülə bilər. Bu bükülmə qravitasiyanı yaradır. Planetlər ulduzların ətrafında hansısa görünməz ipə görə fırlanmır. Ulduzlar böyük kütlələrinə görə kosmik fəzanı bükürlər və planetlər də bu yolu izləyirlər. Amma bu, onun kəşfindən sadəcə kiçik bir parçasıdır. Einstein hərəkətin zaman anlayışını tamamilə dəyişdirə biləcəyini tapdı. Bu, sadəcə işığın vakuumda səyahət etməsi deyil, çox daha dərin bir mövzudur. İki insan fərqli sürətlərdə hərəkət edirsə, onlar tamamilə fərqli şəkildə qozulacaq. Onların saatları fərqli şəkildə axacaq. Bir astronavt düşünün. Kosmik gəmi işıq sürətinə yaxın sürətlə və ya qara dəliyin yaxınlığında hərəkət edir. Bu halda zaman onun üçün dünyadakı ailəsinə zərən daha yavaş axmağa başlayacaq. Geri qayıtdıqda ailəsi 10 illərlə qozanmış olacaq. Əgər kosmosda keçmiş, indi və gələcək yoxdursa, deməli onlar eynidir. Einstein fizikasını izah etdiyi budur. Hərəkət edən bir tay yox, statik bir blok. Kosmik fəza bloku, hansı ki keçmişi, indini və gələcəyi özündə saxlayır. Bütün hadisələr, qərarlar, kosmik dənizdəki hər bir hərəkət artıq bu geniş, dəyişməz blokun daxilində yazılıb. Bu gerçəklikdə dinozavrlar yox olmayıb, onlar sadəcə fərqli koordinatlarda yerləşir. Uşaqlığınız bir xatirə deyil, kosmik fəza blokunda parıldayan bir nöqtədir. Və gələcək qeyri-müəyyən deyil, gələcək oradadır, sizin gəlməyinizi gözləyir. Əgər bu gerçəkdirsə, biz nəyik? Azad iradə nədir? İradəmiz sadəcə bir illüziyadır, biz sadəcə əlimizdəki mətni oxuyan aktyorlarıq. Gəlin sizə başqa maraqlı bir fakt deyim. Fizika qanunlarının çoxunda zamanın istiqaməti ilə bağlı bir şey yoxdur. Düsturlar tərsdən etsəniz də eyni nəticəyə gələcəksiniz. Reali olaraq vaxt simmetrikdir. Əgər zaman belədirsə, biz niyə onu keçmişdən gələcəyə axırmış kimi hiss edirik? Zamanı keçmişdən gələcəyə axırmış kimi anlamamızın səbəbi entropidir. Bu, kosmosun qanunudur. Enerji dağılır, sistem daha az strukturlu olur. Cisimlər nizamdan nizamsızlığa doğru hərəkət edir. Yumurta çırpıla bilər, amma geri qaytarıla bilməz. Entropi, zamanı niyə keçmişdən gələcəyə doğru hiss etdiyimizin səbəbidir. Zaman sayı bir illüziya ola bilər. Biz yolda səyahət edənlər yox, onu müşahidə edənlər ola bilərik. Əgər bu videonu bəyəndinizsə, kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın. Şərhlərinizi rəylər bölməsində mənimlə bölüşə bilərsiniz. Hələlik.